Uşağa başa salmaq lazım. Oğlum sən, qızım sən mütləq və mütləq kimlərləsə ixtilafda olacaqsan. Kimlərsə sənə pislik eləyəcək, kimlərsə səni anlamayacaq, kimlərsə sənə paxıllıq eləyəcək. Kimlərsə sən ola bilsin, paxıllıq eləyəsən. Həyatda xoş günlər olacaq, narahat günlər olacaq. Uşağa başa salmaq lazımdır bunlar. İnşallah deyib, bütün arzularını həyata keçsin. İnşallah problemsiz həyat yaşayasan. İnşallah 100 il yaşayasan. İnşallah ki, bunların heç biri olmayacaq inşallah. Heç bir qəti olmayacaq. Mümkün deyil bu olsun. Sən bir gün ayağın bir yerə dəyəcək, incə edəcək səni. Bir gün ola bilər qolun sınacaq, bir gün ola bilər bir yerini ağrıyacaq. Təkvinidir bu, qaçılmazdır. Bunu bil əvvəldən üzülmə, narahat olma. Heç bir şey buna əlac eləməyəcək. Texnoloji inkişaf nə qədər olur olsun, bu təkvinidir, həyatın zatıdır. Avropada sorğular keçirirlər, əhalinin böyük əksəriyyəti həyatdan narazıdır. Ya texnologiya həll eləyər də eləsin. Lazımdır, əladır, inkişaf eləsin, 250 dəstəkləyirik. Biz nəinki dəstəkləməliyik, prosesə qoşulmalıyıq, özümüz o inkişafı yaratmalıyıq bir müsəlman ümməti olaraq. Nə üçün onun barədə danışmışam, keçmişdə dayanmıram. Amma bir şey əvvəldən bilməliyik ki, 10 dənə də telefon gəzdirsən, təyyarələr, nə bilməm, məsafələr qısalsın, hər cür komfort yarat, həyatın zatı çətinliyinə əlac eləyə bilməyəcəksən. Və narazılıq yenə də yerində qalacaq ki, qalıb. Hətta artır get-gedə. Texnologiya inkişaf elədikcə narazılıqlar da artır. Çünki həyat düzgün izah olunmur. Arzular düzgün müəyyən edilmir.